Vyetnam supu bişirəcəm, onun üçün bütün ərzaqları alıram. Vallahi sənin işin gücün qurtarıb. Uri hiss eləyirəm bu ətirləri. Bomba bir şey olacaq. Balkonda qəşəng içində gilasla çay içirəm. Vyetnam supu da fobo. Bizim Vyetnamların qabağında biabır eləmə. Hər kəsi kanalımda salamlayıram. Mənim adım Bəhruzdur. Siz məni bəlkə də Azərbaycanın ata obrazında çəkilən videolardan tanımış ola bilərsiniz. Bu kanalda gülməli, humoristik videolar çəkirəm, shorts formatında və əlavə olaraq istədim böyük, uzun bir video çəkim. Mövzu da ki, yeməklərdir. Təbii ki, mən yeməkləri çox sevirəm və istədim ki, bir qeyri-adi yeməkləri hazırlamağın ata obrazının iştirakı ilə çəkim və sizinlə paylaşım. Qeyri-adi yeməklər dediyim bu Asiya və Avropa mətbəxindən olan yeməklər olacaq və düşünürəm ki, çox iştahlı və maraqlı keçəcək. Ona görə kanalıma xoş gəlmisiniz. Abunə olmağı unutmayın, videoya like qoyun, aşağıda rəyinizi də bildirin. Getdik. Bakı çox istidir, durmuşam ağacın altında. Deməli, ilk bişirəcəyimiz yemək fobo adında Vyetnam supudur. Görməmiş, eşitməmiş, bəlkə də dadmamış olmazsınız bunu. Məncə, gedək marketə, bunun üçün lazım olan bütün ərzaqları alaq. Hə, ata? Ha gedə, haradasan sən? Marketə gedirəm, Vyetnam supu bişirəcəm, onun üçün bütün ərzaqları alıram. Vallahi sənin işin gücün qurtarıb. Evə gələndə çörək al. Atam zəng eləyib. Getdik. Deməli, dostlar, marketdəyəm. Göstərəcəm siz indi nə alacam supumuz üçün. Zəncəfir, soğan, kişniş, bir dənə lime, sonra qırmızı soğan. Deməli, dostlar, bizə fobo üçün də belə bir düyü noodle lazım olacaq. Üstünə görürsünüz, fobon şəkli də var. Bunu istifadə edəcəyik supumuzda. Fobo supunun özəlliyi ondadır ki, ona belə bir sous gedir, fish sous, balıq sousu. Bunu hər yerdə tapmaq çətindir, həm də qiymətinə baxın bunun. Bizə belə ilik sümüklər lazım olacaq. Bu qədər sümük aldım. Amma biz hamısını istifadə eləməyəcəyik, yarısını istifadə edəcəyik. Göstərəcəm sizə nə qədər lazım olacaq bizə və əlavə cılğa ət lazım olacaq. Orta bir kusokda istifadə üçün supumuza. Deməli dostlar, sümüklərimizi atırıq birinci ətlə birkə qazana və bir burum qaynadırıq. Təxmini 20-25 dəqiqə belə qaynayır. Ondan sonra suyunu dəyişirik və sümüyümüzü ətlə birkə yenidən qaynadırıq. Sümüyümüz və ətimiz qaynayana qədər biz nə edirik? Ədviyyətimizi hazırlayırıq. Götürürük bir dənə zəncəfiri, ortadan kəsirik. Sonra götürürük bir dənə soğanı, onu da ortadan kəsirik. Tavada soğanı və zəncəfiri beləncə qızardırıq. Yaxşı bunların ətləri açılsın. Supa girəndə də daha çox tamını, dadını olan orada bulyondan paylaşsın. Sonra göy soğanı qəşəng doğrayırıq. Sonra doğrayırıq keşnişi. Ətin və sümüyün kəfini yığmağı unutmayaq. Bu mütləq lazımdır. Təmizlədik kəfini. İndi təmiz suda bir 5-10 dəqiqə qaynasın. Ondan sonra suyunu dəyişək. Bir dənə qırmızı soğanı doğrayırıq. Bir dənə də lime kəsirik. Supumuza nə əlavə edirik? Hansı ədviyyətləri? Göstərdiyim kimi soğanı və zəncəfiri qızardırsınız tavada, onu əlavə edirsiniz. Sonra əlavə olacaq darçın. Darçın təbii olmalıdır. Məsələn, məndə bu Madagaskar darçınıdır. Suyunu istifadə eləmək olmaz, çünki o tamı, foboda olan dadı ötürə bilməyəcək. Əlavə olaraq qvazdika, mıxəng, bildiyiniz çaya vırdığınız mıxəng olacaq. Badyan ulduzları və kardamon. Kardamonu əslində bu formada Azərbaycanda mən görməmişəm, Bakıda tapmamışam. Ona görə onun əvəzinə belə yaşıl hillərdə istifadə eləmək olar. Bunun hamısını əlavə edirik supumuza və ondan sonra təxmini 4 və 5 saat gözləyirik supumuz hazır olana qədər. Sonra davam edirik. Deməli dostlar, sümüklərimizi qəşəng yuyuruq tərtəmiz. Yenidən atırıq qazana. Uje final bişməyə bütün ədviyyətlərlə birkə. Fobo supu çox yüngül sup olduğuna görə içində bütün piy var, yağ var, hamısını çıxartmaq lazımdır.
və ondan sonra təmiz şəkildə sümükləri atmaq lazımdır qazana. Deməli dostlar, sümüyümüz və ətimiz tərtəmiz sudadır. Yenidən qoyuruq və gözləyirik ki, su qaynasın. Su qaynayandan sonra qazın xodunu alırıq minimuma. 4-5 saat gözləyirik. Ondan sonra suyumuz hazır olacaq. Baxın dostlar, soğanımız bu şəkildə qızarmalıdır. Belə bir şey, əlim yandı. Zəncəfil də biraz qızarıb, amma biraz da gözləmək lazımdır ki, tam qızarsın. Şimdi bu tam qızarandan sonra bunun hamısını atarıq suyumuzun içinə. Eyni şeyi biz eləməliyik bizim ədviyyatlarımızla. Atırsınız darçını bura, atırsınız kardamonu bura, badyanı və müxəngi. Və bunları da qəşəngcə qızartmaq lazımdır ki, ətirlər hamısını atsın. Uri hiss eləyirəm bu ətirlərin. Bomba bir şey olacaq. Deməli dostlar, supumuz qaynayır. Ədviyyatların hamısını tökürük supun içinə, qazana və xodunu alırıq minimuma. Və bu şəkildə supumuz 4-5 saat sərbəst qaynayır, biz ona dəymirik. Ondan sonra içində olan hər şeyi çıxardırıq, supumuzu süzürük və yemək olar. Bircə damcı yer qoyaq ki, hava alsın. Supumuz pişənə qədər biz nə edirik? Fobonun əlavə bir özəl toppinqi var. Supun içinə daxil olunur, əlavə olunur onu yeyəndə. Nədən ibarətdir? Sarımsağı və acı bibəri xırda-xırda doğrayacağam. Tökəcəm balaca bir bankaya. İçinə də tökəcəm 6% alma sirkəsinin, uksusun. Ondan yuxarı olmalı deyil, qəti şəkildə olmaz onu istifadə etmək. Çünki siz supu atanda supun dadını zay eləyə bilər daha yüksək faizlə uksus olsa. Sadəcə 6%, 4-5-6% arasında olan uksusu istifadə eləyir. Tökün. Əslində bunu mən bir gün qabaq eləməli idim. Amma indi supum 4-5 saat pişəcək, ona qədər də okey olacaq. Yəni düzəldib qoyacam xadiniyə. Hazır olanda supla birlikdə götürüb istifadə edəcəm. Sizə də göstərəcəm necə olacaq. Deməli baxın, beləncə xırda-xırda, nəzik-nəzik bibəri doğrayırıq. Sərqalı şəkildə ki, bunu sonra supumuza atıb orada içəcəyik. Bu acı olmalıdır bu bibər əslində. Çünki dadı tamı sarımsaqlı birkə qarışmalıdır və gözəl bir dad verməlidir bizim supumuza nəticədə. Məsələn, götürürük beləncə bankanı, bankamıza tökürük bütün kəsdiyimiz, doğradığımız bibəri və sarımsağı. Belə. Bankamızı qəşəng bağlayırıq və aparırıq bunu, qoyuruq xaladinlikə, supumuz pişənə qədər. Supum pişir, çinmişəm. Balkonda qəşəng içində gilasla çay içirəm. Nətərdir sizin üçün? Hə, dostlar. Dostlar, deməli axşam düşdü, saat 9-dur. Bu qədər supumuz qəşəng bişdi, qaynadı. Təxmini 4 saat vaxt elədi və içində olan hər şeyi indi biz buradan çıxartmalıyıq. Çünki onlar bizə yaramaz. İçinin hər şeyini çıxardırıq. Hətta mən bulyonu indi süzəcəm. Tərtəmiz, içində heç bir şey olmadan qablarımıza süzüb içəcəyik. Bu prosesi mən əslində sevmirəm. Sümüklər iri-iridir deyə. Çıxardanda bəzən olur, tökülür kənara bulyonumuzdan. Ona görə ehtiyatla, ağılla başını mamam demişkən eləyək. Deməli dostlar, dediyim kimi supumuzu indi süzəcəyik. Tərtəmiz olsun bulyonumuz. Ona görə bunu eləmək mütləqdir. Ehtiyatla, yenə deyirəm, ağılla, başla bunu eləmək lazımdır. Deməli, supumuzu yaxşıca süzdük, yeni qazana tökdük. İndi əlavə olunacaq supumuzun içinə bu dediyim fish sos. Məndə sırf Vyetnamdan gələn sosdur. Mağazada sizə göstərdiyim ROD də istifadə oluna bilər. O da yaxşı keyfiyyətli məhsuldur. Və əlavə duz vururuq, dada çatdırırıq supumuzu və salam süzürük qablara, vururuq pətəşə, mama demişkən. Bir şey də bildirim ki, bu balıq sosunun çox
pis özəl ətri var. Bu da ancaq supun içinə vurulur, istifadə olunur. Yəni narahat olmayın, o iyini hiss eləsəniz sizdə qorxmayın, narahat olmayın. Yəni bu belə olmalıdır. Sous supa tam verir, dad verir. Foboya, yəni özəl olan bir dadı hiss eləyəcəksiniz bu sousun sayəsində. Amma iyisi çox bərbaddır. Parmağımdan gəlir. Balıq sousun və duzu vurduqdan sonra bir 10 dəqiqə, 15 dəqiqə qazan qalmalıdır qazın üstündə. Yavaş-yavaş xodla bu supumuz pişməlidir, qaynamalıdır. Baxın, bu rəngə baxın. Çox gözəl bir rəngdir. Fobonun özəl rəngi. Foboya atmaq üçün ətimizi bu şəkildə nəzik-nəzik kəsməliyik ki, fobon supumuzun içində rahat götürə bilək çubuqla. Belə nəzik-nəzik bunu davam edirəm doğramağa. Deməli, növbəti addımımız bu vərməşili, düyü vərməşilini hazırlamaqdır. Görürsünüz, görmürsünüz, bilmirəm, yəni belə qalxızdım. Fobo vərməşilini indi hazırlamağını sizə göstərəcəm. Sadə bir şeydir, yəni götürürsünüz balaca bir qabı, tökürsünüz vərməşili o qabın içinə, üstündən qaynar su və bir 5-10 dəqiqə gözləyirsiniz, vərməşiliniz hazırdır. Sonra hamısını servirovka edirsiniz, bütün toppinglərini əlavə edirsiniz, bulyonu tökürsünüz və fobo supumuz hazır. Toppingimizi əlavə edirik. Bu bizim ətimizdir. Gözəl göyçək, həvəsli, dadlı ətimizi beləcə yığırıq. Mənim əziz YouTube izləyicilərim, bizim Vyetnam supumuz fobo artıq hazırdır və ən gözlənilən, ən maraqlı an odur ki, bu supu aparaq verək mənim atama, görək reaksiyası nə olacaq. Bəyənəcək yoxsa yox. Getdik. Ata, sənə bax görünə pişirmişəm. Nədir o? Vyetnam supu da ata, fobo. Ha, yer gidi özü, sən hardan öyrənmişsən Vyetnam supunu pişirməyə? Sən hələ dadına bax, sonra fikir deyərsən. Bizi Vyetnamlıların qabağında biabır eləmə. Bu gedə nə xərir sənə? Bu nə də? Bomba da bu. Çok pahalı senden ha. Dadlı da ata. Lezzetli lezzet. Süper anı be hə. Süperdi. Dede. Bundan çok düşür. Baş üstə. Hop, şimdi dostlar, fobo supumuzu ata bəyəndi. Gələn səfər inşallah başqa yemək pişirərik. Siz də abunə olmağı unutmayın. Bu videoya like qoyun, rəylərdə fikrinizi bildirin. İnşallah növbəti yemək pişirmək səfərində sizlə görüşərik inşallah. Sağ olun, özünüzə yaxşı baxın.